onların belə xeyir işlərində qulluq eləsinlər. Yəni ürəklərindən keçən, ürəyinizdən keçən bütün arzular inşallah bacımız dedi, bacımız dedi, evlat toy eləyəsiniz, nəvə nəticə toy eləyəsiniz. Həmişə ailənizin üzərində belə alnı açıq, üzü ağ olasınız. Təbrik edirəm, hamınızı təbrik edirəm ki, bugünkü gündə nə fərq var? Elə bir bizim evlatlarımızdır, bizim qohumlarımızdır. Elə o deyil ki, qan bağı var, mənəvi bağlılıq hamısından ucadır. Sağ olun. Xoş günümüz bizimdir inşallah. Elmar, gözün aydın olsun. Mən şəhid Nicadın atası Elşənin adından sağ göz aydınlığı verirəm. O birisi oğlum da sağ gelsin, salamat gelsin, kurban olun. Sağ olun, bir daha gözünüz aydın olsun. Elmar kardeş, gözün aydın olsun. Hörmətli qonaqlar, qardaşlar, Azərbaycanlar. Vətəni qorumaq hər bir şəxsin mənəvi borcudur. Həqiqətən həyat belədir ki, Birinci Qarabağ müharibəsində bizim xalq üçün vətən çox ağır etki ilə üzləşmişik. Xəyanətkar düşmənimizə qələbə çala bilməsək də, bir neçə öz məqamlarını, onların ruhdan sağlıqda onların bəzi döyüş meyvələrini əlindən almışıq. İkinci Qarabağ müharibəsində bütün illətlər, bütün qolalar, hamısı Azərbaycan qanı axan Azərbaycanlılar öz canı, qanı bahasına, evlatlarının bahasına fərq etmir. Mənim evladım, sizin evladım, qanı Azərbaycanlı olan xalqın bütün Azərbaycanın öz evladıdır. Həqiqətən bugünkü gündə bizim hamımız bir vətən oğlu olaraq, bir xalq olaraq biz həmişə vətənimizin uğrunda həmişə çarpışmalıyıq, döyüşməliyik, bir millət olaraq əyə usta qalmağa hazır olmalıyıq. Kimlərsə qanı bizdən olmayan, ürüşemi bizdən olmayan, bəzi mövqələr ola bilsin, milyarder də ola bilər, ola bilsin kasıb bir bala, yaxşı, təmiz Azərbaycan çörək möhtəz olar, onu heç kim saymaz ki, bu ancaq gələcəkdə həmin o kasım balası öz vətənini müdafiə edəcək. Bugün mən həyatda çox vaxtınızı almaq da istəmirəm, sözlər çoxdur. Mən də arzu varam. Hamımızı bilirik ki, qardaşımız Elmanın birinci Qarabağ müharibəsində bizim öz döyüş yoldaşımız olur. Azərbaycanın bu Toz bölgəsində çox ağır etkilər də olub, şəhidlər də vermişik. Mən bugün bu qapıya xoş məqamlar gəlmişim, qan qaraltısı eləməyim. Dünyanın bir yanı xeyirdir, bir yanı şəhərdir. Həmişə mən nə arzu varam, bu iki evladımıza, iki balamıza xoş günlər arzulayıram. Allah müharibə itki deməkdir, ölüm deməkdir, qəmqüsə deməkdir. Xalqımıza heç vaxt onu arzulamıram ki, onun səsin gənə gəlsin, nəsə problemlər olsun. Sənə göz aydınlığı verirəm. Allah'tan arzum olsun bu işi bağlılar, vətənin sadiq olaraq qurulunda dursunlar, qanın təmiz, canı təmiz, öz və xidmətlərini yerinə yetirsinlər. Siz də bütün Toz xalqını, Toz rayonu cəmaatını, bütün Azərbaycan xalqını fərq etməz, qanı bizdən, canı bizdən, Naxçıvan olsun, Lənkəran olsun, başqa bölgələr olsun, qoy xoş günləri belə keçdi. Qəmküdə kədər hamı üçündür, olmalı da həyatda. Bütün şəhid ailələr, bütün ilimizin qapısında xeyir işlər olsun, sizə can sağlığı, hər şeydə çətinlikdən qalxmaq lazımdır. Beşi istəyir, beşi istəmir. Mən özüm öz üçün deyirəm həyatı. Lap belə çörək olsun dolu, yol yoldaşım dolu. Elə insanlar şərəfsizlər var ki, belin əyləndirə gülür. Yox, biz güləsi kişilər deyilik. Bizə gülmək lazımdır. Biz belimizi yuxarı uca tutmalıyıq ki, qoy biz istəməyən ahali, cəhamat tası şərəfsizlər, qoy bizdən ibrət dərsi götürsünlər. Çox sağ olun, minnətdaram bütün sənətkar yoldaşlara da, qardaşlara, bacılara. Sağ olun, minnətdaram. Çox sağ olun. Bu təbriklərə mən də qoşuluram. Şəhid anası kimi, qardaş, eyni bəlkə də yaşıda olarıq. Ona görə mən sənə qardaş deyirəm, həqiqətən sən mənim qardaşımsın. Bu təbriklərə mən də qoşuluram, gözün aydın olsun. Allah səni o iki balandan sevindirsin. O gün olsun ki, buraya balaların xeyir işinə bir də yığılar, nəvələrinə yığılar. Sən nəvə görəsən, babulasan,
Allah sağ bu evdən, bu obadan, bizim yanımızdan əksik eləməsin. Allah bugünkü gündən mən balaca Sərxanıma da qismət eləsin. Amin, amin. Hər biriniz mənim yanımda olmaq şərtilə, müəyyən səbəblərə görə hər birinizə mən üzr istəyirəm. Yəni, bəzən vaxt mən sizin yanınızda ola bilmirəm. Biz həmişə sizinləyik. Ona görə də mən bacıma da, sağ da göz aydınlığı verirəm. Allah uzun ömür versin, can sağlığı versin. Allah balalarına xoş günlər göstərsin həmişə. Elmar müəllim, mən sizə göz aydınlığı verirəm və əskərlikdən gəlir. Birini bəs sevinçli halda ki, birini də yola salırsınız. Gözünüz aydın olsun. Var olsun Turan birliyi, var olsun Toğuz elimiz. Həmişə yaşasın, sənin kimi qeyrətli oğullar yaşasın. Bu qədər başqa artıq demək lazım deyil. Çox sağ olun. Hamımıza minnətdaram. Hamınız həmişə belə xoş günlərdə olun. Sağ olun. Elmar müəllim, təşəkkür edirəm sizə. Bir daha Allah mübarək eləsin. Bizi bir yerə yığdığınız üçün təşəkkür edirəm. Biz 5 ildir bir yerdəyik. Gülnaz xanım, sizi də təbrik edirəm. Sizin balalarınıza da qismət olsun. Böyük toylarını görək. Allah bizə səbir versin. Elmar bala, gözün aydın olsun. Bugün sən Sılara Birəskərin atası kimi sən təbrik edirəm, ailəmizdə hamımıza aydın olsun. Bugünkü günümə şükür bala. Gün o gün olsun ki, oğlanlarına gəlin gətirəsən həyatda ata qucağında yenə yaşar. Gəlin gətirək, toy eləyək, sizi sevindirsinlər. Bu balan sağ-salamat üstümə gəlir. O birisi balanlar hər xidmətini başa vursun, aydınca üstümüzə gülər üzünə gəlsin, yenə yaşar. Amin. Bu belə şənliyi. Bir daha hamınızı təbrik edirəm, ailənizi özünüzü götürəm sizə. Elmar qardaşım, mən də sizi bugün göz aydınlığı verirəm sizə. Sizi ürəkdən təbrik edirəm ki, oğlunuzun birini qarşıladınız, birini əskər yola salıyorsunuz. Mən 5 il bundan qabaq oğlumun, şəhid balamın ilk yaşında Elmar müəllimi tanıdım. Onda doğrudan da bizim başımızın qaldıranda sizi gördük. Mənim hər əziyyətimi siz çəkdiniz. Mən sizə ürəkdən həqiqi mənada bir bacı kimi təşəkkür eləmək istəyirəm. Ona görə ki, siz məni həmişə heç vaxt yad qoymadınız, tək qoymadınız. Mənim o çətin günlərimdə həqiqətən mənim yanımda olduğunuz bir qardaş kimi mənim arxamda durdunuz və mən bugünkü gündə özümə borc bildim ki, sizin balanızın belə xoş günlərində iştirak edeyim. Mən öz şəhid balamın nənəsi adından da, Mübariz müəllimin adından da sizə göz aydınlığı verirəm. Sizə necə deyərlər, balalarınızın həmişə xoş gününü görəsiniz. Arzu edirəm ki, inşallah toy günündə də biz buraya yaşaq bu ailə ilə bir yerdə olaq. Çox sağ olun bu ailə bir arada tutduğumuza görə. Ona görə ki, düzdür, biz hamımız həmişə bir yerdə, amma bu ailənin başında durub onu bir yerə yığmaq hər adamın işidir. Çox sağ olun, təşəkkür edirəm. Özünüz bilirsiniz, sizə nəyə görə çoxlu təşəkkür edirəm. Sağ olun qardaşım. Mən də təbrik edirəm. Elmar balam, Allah balanı bugün olsun. Bir daha toyuna gələk, böyük balanın, əskər gedəninin. Allah yoldaşını da başından eksik eləməsin. Həmişə balaların başında olsun. Sən də həmişə var ol ki, biz şəhid ailələrine qiymət vermişsən. Allah da sənə qiymət verər inşallah. Allah var eləsin səni. Sən də bizim balalarımızın toyuna gələsiniz. Gülnaz xanım da çəkilişini eləyər. Onun da balasına Allah toy qismət eləsin. Amin Allah. Elmar müəllim, gözünüz aydın olsun. Ben sizi Emtaz'a göre tanımıştım. Şimdi bugünkü gündə deyəcəm, gözünüz aydın olsun Aykut'a. Hanımına da göz aydınlığı verirəm. Bütün sevənlərinin gözü aydın olsun. Gün o gün olsun, böyük toyunu görəsiniz. Elmar qardaş, gözünüz aydın olsun, oğlunuzun bir gəlir, bir deyləsin, Allah özün yanında saxlasın. Allah sizə uzun ömür can sağlığı versin. Siz həmişə Gülnaz xanım, Elmar qardaş, həmişə yanınızda olsun. Allah sizə də qalsın. Sağ olun. Allah sizə həmişə uzun ömür can sağlığı versin.
qardaş, gözünüz aydın olsun. Sizin həyat yoldaşınızı təbrik edirəm. Gün o gün olsun ki, bu evlatlarınızın toyunu görəsiniz. Nə xoş sizə ki, vətənə layiqli iki oğlatı etmişsiniz siz. Gözünüz bir daha aydın olsun. Gün o gün olsun, bu qapıya, bu bacaya balalarımızın toyumuşlarına yetişir. Erman qardaş, mən də hamı kimi səni təbrik edirəm bir əsgər atası kimi. Birini qəbul edirsən, birini yola salırsan. O gün, onun da ofisin də belə hoş günlərlə gülə-gülə qəbul edirsin. Allah həmişə sənin haqqında toy olsun. Gün o gün olsun, gün əsgər atasın. Sonra bəy atası kimi səni belə mikrofonda təbrik edək. Mənim üçün mən də sana çox sağ ol deyirəm. Tanımı mən də deyirəm. Elmar qardaş, sizi də, yoldaşınızı da təbrik edirəm, mübarək olsun. Gözünüz aydın olsun, gün o gün olsun. Biri gəldi, biri də yola salırsınız. O da sağ-salamat gəlsin, belə yığılaq deyişdir. Mən də bütün təbriklərə qoşuluram, Elmar müəllim. Həmişə balalarımdan sevin, fəxr elə, ailəmlə bir yerdə xoş günlər arzu edirəm sizlərə və bu qapıya həmişə xeyir işlədirəm. İlmar qardaşım, mən də sənə göz aydınlığı verirəm. Allah'tan balalarına can sağlığı versin. Bir misal çəkəcəm. Bir gün bir şah oğlunla at yarışına çıxır. Əvvəlcə ata icazə verir, oğlu irəlinə gedir. Oğlu arxaya baxır, sevinir. Sonra ata gəlir, oğlu keçir. Oğlu arxaya baxır, ata baxanda görür, oğlu ağlayır. Sual verir, oğul niyə irəlidə gedəndə sevinir, gülürdün, arxada qalanda ağladın. Deyir, ay ata, irəlidə gedəndə arxaya baxdım, səni arxamda gördüm bir dağım var. Amma arxada qalanda baxdım, arxada dağımı görmədim. Mən sənə arzu edirəm ki, həmişə balaların irəlidə geçsin, sən arxasında böyük bir dağ olsun. Gözünüz aydın olsun. Mümkünlə şükür, oğlum səhər salamat üstümə ölür. Həmişə belə toyda, belə şanda, Allah canına can sağlığı versin. Bizi tirərsən, axtarırsan, qadan olur. Bizi tirər axtarırsan, nə deyim, qadan olur. Dünya yanılmışam, nə deyim, qadan olur. Allah o gün oğlum oğlum səhər salamat gəlir, ürəyin açıq. Qadan qalır, nə deyim, vermər. Söz danışamıyorum. Mən sizin hər birinizə təşəkkür edirəm. Həqiqətən də mən anama çox bağlı bir insan olmuşam. Yəni, anam mənim həqiqətən nəfəsim olubdur. Mən anamı itirdikdə çox əziyyətlər çəkirdim. Amma sizləri tapdıqdan sonra sizlər hər biriniz mənim anamsınız. Həqiqətən də bu dərdi, kədəri, anasızlıq hissini haradasa mənə unutdurdunuz. Onun üçün sizin hər birinizə təşəkkür edirəm. Allah sizi var eləsin. Heç vaxtda analıqdan əksik olmayasınız. Elmar bəy, çox sağ olun. Bax, bu deyilən xoş sözlərin hamısı sizin üçün, sizin ailə üçündür. Mən bir daha bütün şəhid ataları adına, anaları adına sizlərə göz aydını verirəm. Gözünüz aydın olsun. Allah hamımıza can sağlığı, gözəl günlər qismət eləsin. Və bir gözəl